Əziz abituriyentlər, bugünkü video izahımız Ağqoyunlular dövləti ilə bağlı olacaq. Başlayaq video izahımıza. Deməli, Ağqoyunlu dövləti dedik ki, 1468-1510-cu illərdə mövcud olub. Biz demişdik ki, Qaraqoyunlu dövlətini Baharlılar sülaləsi, Ağqoyunluları isə deyəcək ki, Bayandurlar sülaləsi əsasını qoymuşdu. Biz Qaraqoyunlu və Ağqoyunlu dövlətində tayfa ittifaqı, bəylik sözlərinə rast gələcəyik ki, mən onları sizin üçün sistemləşdirdim. Deməli, Qaraqoyunlu dövlətində tayfa ittifaqını yaradanın biz adını qeyd etmirik, amma Ağqoyunlularda tayfa ittifaqının əsasını Pəhləvan bəy qoyub 14-cü əsrdə. Bəyliyin əsasını Qaraqoyunlularda demişdik Bayram Xoca qoymuşdu, feodal hakimliyin əsasını Qara Məhəmməd qoymuşdu. Ağqoyunlularda isə həm bəyliyin, həm feodal hakimliyin əsasını isə Qara Osman qoymuşdu. Deməli, Qara Osmanın dövründə Ağqoyunlular dövləti Teymurilərlə dost idi. Yəni Teymuri şahlıqla dost münasibətində idi. Mərkəzi Diyarbəkir idi. Biz Qaraqoyunlulara demişdik ki, mərkəzi Van idi. Ağqoyunlularda isə mərkəz Diyarbəkirdə. Öz adına pul kəsdirmişdi Qara Osman. Daha sonra biz burada Cahangir Mirzənin adını çəkəcəyik ki, Cahangir Mirzə Uzun Həsənin qardaşı idi. 1453-cü ildə Uzun Həsən onu taxtdan salır və bəyliyin başına gəlir. Uzun Həsən 1453-dən 1468-ci ilə kimi bəyliyi idarə edir. 1468-dən 1478-ci ilə kimi isə hökmdar kimi dövləti idarə etmişdir. Biz burada Sara Xatun görürük ki, Uzun Həsənin anası idi, şərqdə yeganə diplomat qadın idi. Onun adına Cəmşid hamamı və Buğday məscidi salınmışdı. Amma bəzən testlərdə çaşdırıcı olaraq salırlar ki, Azərbaycan 14-cü əsr və yaxud 15-ci əsr memarlıq abidəsidir. Yazırlar ki, Cəmşid hamamı, Buğday məscidi. Bunu səhv götürəcəksiniz. Yəni, bu Azərbaycan ərazisində deyil. Hazırki Türkiyə ərazisindədir. Amma Sara Xatunun adı ilə bağlı olduğuna görə Cəmşid hamamı və Buğday məscidi Sara Xatunun adı ilə bağlıdır. Amma Azərbaycan ərazisində deyil. 1461-ci ildə Trabzon məsələsi Osmanlı ilə Ağqoyunlular arasında baş verir ki, Qoylisar döyüşü baş verir və Ağqoyunlular qalib gəlsə də Uzun Həsən bilirdi ki, Osmanlılar onlardan sayıca çoxdur. Buna görə də anasını 2-ci Mehmətin yanına göndərir ki, Trabzonu tutması, 2-ci Mehmət həmçinin Ağqoyunlular üzərində yürüş etməsi. İki belə deyək də vəzifə qoyur anasının qarşısına. Sara Xatun isə onlardan ancaq birinə belə deyək də Uzun Həsəni razı sala bilir. O da Ağqoyunlular üzərində hücum etmir 2-ci Mehmet. Amma Trabzonu 1461-ci ildə Osmanlılar Trabzonu tuturlar. Amma Sara Xatun gəlininin belə deyək də hüquqlarını irəli sürərək olan belə deyək xəzinəsini yarısını götürür. Daha sonra 1467-ci ildə Muş döyüşü olur ki, Ağqoyunlular Qaraqoyunluları məğlub edir. Və 1468-ci ildə Uzun Həsən dövlətin əsasını qoyur. Paytaxt isə Təbriz şəhəri olur. Uzun Həsən nizami ordu yaradır, odlu silah yaratmağa təşəbbüs edir, amma buna nail ola bilmir. 15-ci əsrin 60-cı illərində Ağqoyunlu Səfəvi birləşmələri Muğan yaxınlığında Teymuri Əbu Səidi məğlub edir. Daha sonra deyəcək ki, 1472-ci ildə Ağqoyunlular Osmanlıya qarşı Venesiya ilə ittifaq bağlayır. Osmanlı əleyhinə bağladığı digər dövlətlər biz Venesiyanı, Polşanı, Neapol və Kipri adlarını çəkəcəyik. Daha sonra 1472-ci ildə Beyşehir döyüşündə Osmanlılar Ağqoyunluları məğlub edir. Malatya döyüşündə isə 1473-cü ildə Ağqoyunlular Osmanlıları məğlub edir avqustun 1-də. Amma bundan 11 gün sonra, yəni avqustun 11-də 1473-cü ildə Otluq-Beli döyüşündə Osmanlılar Ağqoyunluları məğlub edir. Daha sonra Osmanlılar ancaq Azərbaycan, 2-ci Mehmet Azərbaycanı tuta bilmir. Otluq-Beli döyüşünə qalib gəlsə də Azərbaycanı tuta bilmir. 1474-cü ildə Uğurlu Məhəmməd atasına qarşı üsyan qaldırır, amma üsyanın üzünə sən yatırır və o Osmanlı sarayına sığınır Uğurlu Məhəmməd. 1475-ci ildə Moskva çarı 3-cü İvan öz elçilərini Səfəvi sarayına göndərir Qızıl Orduya qarşı ittifaq bağlamaq üçün. Amma Qızıl Ordu Moskvadan daha öncə davranır və Səfəvisinə ittifaq bağlayır. 1477-də Uzun Həsən Şərqi Gürcüstanı tabe edir. Həmçinin Səfəvi şeyxləri ilə də Şeyx Cüneyd Şeyx Heydərlə dost münasibətlərində idi.
Uzun Həsəndən sonra hakimiyyətə Sultan Yaqub gəlir ki, 1478-1490-cı ildə. Onun dövrü durğunluq dövrüdür. Osmanlı Sultanı 2-ci Bayezidlə dostdur. Şirvanla qohumluq əlaqələri var idi. Səfəvi ilə isə düşmən idi. Yəni Uzun Həsəndən fərqli olaraq Sultan Yaqub Səfəvilərlə düşmən olmuşdu. Hətta 1488-də Şahdağ döyüşündə Ağqoyunlular Şirvanşahlarla birlikdə Səfəvi, yəni Ərdəbil hakimliyini məğlub edirlər. Sultan Yaqubdan sonra hakimiyyətə Baysunqur gəlir ki, Baysunqur 1490-1492-ci illərdə hakimiyyətdə olur. Onun dövrü çəkişməli dövrdür. 1492-də Bərdə döyüşündə Rüstəm Mirzə Baysunquru məğlub edir və hakimiyyətə Rüstəm Mirzə gəlir 1492-dən 97-yə kimi. O çoxlu soyurqal paylayır Rüstəm Mirzə. Şəməsi döyüşündə isə 1494-də Sultanəlini məğlub edir. Bundan sonra hakimiyyətə 1497-də Naxçıvan döyüşündə, yəni Rüstəm Mirzəni Gödək Əhməd məğlub edir və hakimiyyətə gəlir. O cəmi 7 ay hakimiyyətdə olur və Osmanlı idarə sistemini yaratmağa çalışır, soyurqalı məhdudlaşdırmağa çalışır, şəriətdə olmayan 20 növ vergini ləğv edir. 1500-cü ildə Əbhər sazişi bağlanır ki, bununla da Ağqoyunlar 2 yerə bölünür. Bir qoluna Sultan Murad, Əcəm İraqını, Kirman, Fars İranı Sultan Murad idarə edir. Əlvənd Mirzə isə Şərqi Anadolunu və Azərbaycanı idarə edir. Sultan Muradın yəni idarə etdiyi Ağqoyunları 1503-də Səfəvilər, Əlvənd Mirzənin də idarə etdiyi Ağqoyun dövlətini isə 1501-ci ildə Səfəvi, yəni Şeyx İsmayıl məğlub edir və Ağqoyunların varlığına son qoyur. Bizə bir qeyd də deyim ki, Ağqoyunlarla bağlı bilirik ki, dövlətin əsasını qoyan Uzun Həsəndir. Uzun Həsəndən sonra hakimiyyətə Sultan Yaqub gəlir. B, sonu B. Daha sonra ondan sonra hakimiyyətə gələn Baysunqurdur. Yəni bu hərfini bitir, bu hərfi ilə başlayır. Baysunqur. Daha sonra Baysunqur R ilə bitir. Ondan sonra hakimiyyətə Rüstəm gəlir. Rüstəmdən sonra da Əhməddir. Belə, bu şəkildə daha rahat yadda saxlaya bilərsiniz. Bu qədər. Ağqoyunlu dövləti ilə bağlı əsas vacib məqamları sizlərə qeyd etdim.